Pulos Havarinin Qalatiyalılara yazdığı məktub. Müqəddəmə. Qalatiya Kiçik Asiyada yerləşmişdi. İndiki Türkiyə. Qalatiyada olan məsihlər səhvən elə düşünürdülər ki, məzhəbin zahiri rəsm rüsumları insanı Tanrının hüzurunda məqbul edə bilər. Pulos onları bu səhv düşüncədən çıxardır. Onlara aydınca göstərir ki, Tanrının hüzurunda məqbul olmaq bəşəri təlaşlarla ələ gəlməz. Bu, insan üçün Tanrıdan bir hədiyyədir. Fəsil 1. İnsanlar tərəfindən yox, insanların vasitəsilə də yox, ancaq İsa Məsih və onun ölülərdən dirildən ata Tanrı vasitəsilə həvari təyin olunan Pulosdan və mənimlə olan bütün qardaşlardan Qalatiyanın kilisalarına. Atamız Tanrıdan və Rəbb İsa Məsihdən sizə feyz və barış olsun. O ki, atamız Tanrının iradəsinə görə özünü bizim günahlarımız üçün fəda etdi ki, bizi indiki şər dövrdən qurtarsın. Ona əbədə kimi izzət olsun. Amin. Təəccüb edirəm ki, siz belə tezliklə Məsihin feyzində sizi çağıranı tərk edib ayrı bir İncilə dönürsünüz. Əslində, özgə bir İncil yoxdur. Ancaq bəzi adamlar var ki, sizi çaşdırıb Məsihin İncilini təhrif etmək istəyirlər. Lakin hətta əgər biz və ya göydən gələn bir mələk sizə vəz etdiyimiz İncilə zid bir şey vəz etsə, ona lənət olsun. Əvvəlcə dediyimiz kimi, indi də deyirəm. Kim sizə qəbul etdiyiniz İncilin ziddinə başqa bir İncil vəz etsə, ona lənət olsun. İndi mən kimi razı etmək istəyirəm? İnsanları, yoxsa Tanrını? Ya da məgər insanları xoşlandırmaq istəyirəm? Əgər mən hələ də istəsəydim ki, insanları xoşlandırım, Məsihin qulu olmazdım. Qardaşlar, istəyirəm biləsiniz ki, sizə vəz etdiyim İncil insan qayırdığı deyil. Çünki mən onu nə insandan aldım, nə də öyrədildim, ancaq onu İsa Məsihin bir vəhyi ilə aldım. Çünki siz Yahudilikdə olan qabaqçı əhvalatımı eşidibsiniz ki, necə şiddətli bir şəkildə Tanrının kilisasına əzab verirdim və çalışırdım ki, onu aradan aparım. Və Yahudilikdə öz irqimdən olan yaşıdlarımı necə ötüb, əcdadlarımın rəsm rüsumlarına həddindən artıq qeyrətli idim. Amma o vaxt ki, anamın bətnindən məni seçən və öz feyzi ilə dəvətdən Tanrı rəva gördü ki, öz oğlunu məndə zahir etsin, elə ki, mən onu qeyri-yəhudilərin arasında vəz edim, mən dərhal heç kəslə məsləhətləşmədim. Urşəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, lakin Ərəbistana getdim və cinə Dəməşqə qayıtdım. 3 il keçəndən sonra Urşəlimə getdim ki, Kifa ilə tanış olum və onunla 15 gün qaldım. Amma o biri həvarilərdən heç birini görmədim, məgər Rəbbin qardaşı Yaqubu. Sizə hər nə ki yazıram, Tanrının hüzurunda sizə yəqin verirəm ki, yalan demirəm. Sonra Suriyə və Qiliqiyə diyarına getdim. Və hələ də Məsihin Yəhudiyyədə olan kilisaları məni şəxsən tanımırdılar. Ancaq onlar daim eşidirdilər ki, bir zaman bizə əzab verən şəxs indi özü elə o imanı vəz edir ki, bir zamanlar onu məhv etməyə çalışırdı və məndən ötürü Tanrıya həmd edirdilər. Fəsil 2. 14 il sonra Barnaba ilə birlikdə cinə Urşəlimə getdim. Titosu da özümlə apardım. Bir vəhyə görə idi ki, getdim və onlara qeyri-yəhudilər arasında vəz etdiyim İncili təqdim etdim. Lakin bunu etibarlı olanlara xüsusi bir şəkildə etdim ki, məbada əbəs qaçıb və ya qaçmış olum. Hətta yanımda olan Titos da Yunanlı olan halda xəttə olunmağa məcbur edilmədi. Amma bu gizlicə aramıza soxulan yalancı qardaşlar üzündən oldu ki, Məsih İsa'da olan azadlığımızı güdürdülər, elə ki, bizi qulluğa çəksinlər. Onlara bir saat da olsa baş əyib təslim olmadıq ki, İncilin həqiqəti sizinlə sabit qalsın. Amma etibarlı tutulanlar
Mənə fərq etməz ki, onlar nəymişlər? Tarı tərəfdarlıq etməz. Mənə bir şey artırmadılar. Əksinə, o zaman ki, xətnəsizlər üçün İncilin mənə tapşırılmasını gördülər, necə ki, xətnəlilər üçün Petrosa tapşırılmışdı. Çünki xətnəlilərə həvari olması üçün Petrosda işləyən, qeyri-yəhudilər üçün məndə də işlədi. Və mənə əta edilən feyzi təşxis verəndə, sütunlar sayılan Yəqub, Kifay və Yuhanna sağ əllərini rəfaqət üçün mənə və Barnabaya verdilər ki, biz qeyri-yəhudilərin arasını gedək, onlar da xətnəlilərin. Ancaq bizdən istədilər ki, yoxsulları yaddan çıxarmayaq, elə həmən şey ki, mən də onu etməyə cal atırdım. Lakin Petros Antakiyaya gələndə onun üzünə zid durdum, çünki təqsirli idi. Ona görə ki, Yəqubun tərəfindən bəzi adamlar gəlmədən qabaq, qeyri-yəhudilərlə yemək yeyirdi, amma onlar gələndən sonra xətnə hezbinin qorxusundan, onlardan çəkinib özünü ayrı saxlayırdı. Lakin özgə yəhudilər də riyakarlıqdan ona qoşuldular, belə ki, hətta Barnaba da onların riyakarlığına tutuldu. Lakin o zaman ki, onların İncilin həqiqətinə görə düzgün rəftar etmədiklərini gördüm, hamının hüzurunda Kifaya dedim, əgər sən yəhudi olan halda yəhudilər kimi yox, qeyri-yəhudilər kimi yaşayırsan, necə qeyri-yəhudiləri məcbur edirsən ki, yəhudilər kimi yaşasınlar? Biz anadan gəlmə yəhudiyik və qeyri-yəhudilər arasında olan günahkarlar deyilik. Lakin bilirik ki, insan şəriətin əməlləri ilə yox, Məsih İsa'ya olan iman vasitəsilə salih sayılır. Hətta biz də Məsih İsa'ya inandıq ki, şəriətin əməlləri ilə yox, Məsihə olan iman vasitəsilə salih sayılır. Çünki şəriətin əməlləri ilə heç bir insan salih sayılmaz. Əgər biz Məsihdə salih sayılmağımızı axtaran ikən günahkarla çıxsaq, onda aya Məsih günahın xidmətçisidir? Haşa. Çünki əgər mən əvvəlcə yıxdığımı cinə tikirəm, özümün təqsirli olduğumu ispat edirəm. Çünki mən şəriətin vasitəsilə şəriətə öldüm ki, tarı üçün yaşayım. Mən Məsihlə çarmıxa çəkilmişəm və yaşayan artıq mən deyiləm. Məsihdir ki, məndə yaşayır. Və bədəndə yaşadığım bu həyatı Tarının oğluna olan iman vasitəsilə yaşayıram ki, məni sevdi və mənim üçün özünü təslim etdi. Tarının feyzini batil etmirəm. Çünki əgər salihlik şəriətin vasitəsilə mümkün olsaydı, deməli, Məsih əbəs yerə öldü. Fəsil 3. Siz ağılsız Qalatiyalılar, kim sizi tilsimlədi? Kimin gözləri qabağında İsa Məsih çarmıxa çəkilmiş təsvir olundu? Sizdən bilmək istədiyim ancaq bu bir mətləbdir. Siz müqəddəs ruhu şəriətin əməlləri ilə aldınız, yoxsa eşitdiyinizə iman gətirməklə? Aya bu qədər ağılsızsınız? Ruhla başlayıb indi cismlə kamilləşirsiniz? Bu qədər əziyyəti məgər boş yerə çəkdiniz? Doğrudan da məgər boş yerə idi? Bəs indi müqəddəs ruhu sizə əta edən və aranızda möcüzələr yaradan, bunları şəriətin əməllərini etdiyiniz üçün edir, yoxsa eşitdiyinizə iman gətirdiyiniz üçün? Elə İbrahim də Tarıya iman gətirdi və bu ona salihlik sayıldı. Beləcə, arxayın olun ki, İbrahimin oğulları onlardırlar ki, iman gətirirlər. Müqəddəs yazı da qeyri-yəhudilərin imanlarına görə salih sayıldığını qabaqdan görüb İbrahimə İncili müjdə verdi ki, bütün millətlər səndə bərəkətlənəcəklər. Beləcə, iman gətirənlər, iman gətirən İbrahimlə bərəkətlənirlər. Çünki şəriətin əməllərinə istinad edənlərin hamısı lənət altındadırlar. Çünki yazılıb, məlundur hər kəs ki, şəriət kitabında yazılan bütün şeylərdə durmayıb onları əmələ gətirməsin. Aydındır ki, heç kəs şəriətin vasitəsilə Tanrının hüzurunda salih sayılmır. Çünki salih adam imanla yaşayacaq. Amma şəriət imandan deyil, əksinə
onlara əməl edən hər kəs onlarla yaşayacaq. Məsih bizim yolumuzda məlun olaraq bizi şəriətin lənətindən satın alıb qurtardı. Çünki yazılıb, ağacdan asılan hər kəs məlundur. Elə ki, İbrahimin bərəkəti Məsih İsa'da qeyri-yəhudilərə gəlsin və biz də vədəsi verilmiş müqəddəs ruhu iman vasitəsilə alaq. Qardaşlar, insan sayağı deyirəm. Rəsmiyyətə keçmiş bir vəsiyyət bir insanın olsa da, heç kəs onu ləğv etməz, ona əlavə də etməz. Vədələr İbrahimə və onun nəslinə deyildi. Tanrı bir çox adama işarə etmiş kimi sənin nəsillərinə demir, ancaq birinə işarə etmiş kimi sənin nəslinə deyir ki, Məsih olsun. Bunu demək istəyirəm. Şəriət ki, bundan 430 il sonra gəldi, Tanrının təsdiq etdiyi qabaqçı vəsiyyəti etibardan sala bilməz, elə ki, vədəni ləğv etsin. Çünki əgər miras şəriətə bağlı olsa, artıq vədəyə bağlı deyil. Lakin Tanrı onu İbrahimə bir vədə vasitəsilə əta edib. Bəs şəriət nə üçündür? Deyilən nəslin gəlməyinə qədər ki, vədə ona verilib, şəriət xataların səbəbindən mələklər vasitəsilə bir vasitəçi əli ilə əlavə olunub tərtib verildi. Vasitəçi bir tərəf üçün deyildir, lakin Tanrı birdir. Bəs aya şəriət Tanrının vədələrinə ziddir? Haşa. Çünki əgər həyat verməyə qadir olan bir şəriət verilsəydi, onda salihlik həqiqətən şəriətə bağlı olardı. Amma müqəddəs yazı bütün hər nəyi günah altında bağladı ki, İsa Məsihə olan imana dayanan vədə iman gətirənlərə verilsin. Lakin imanın gəlməsindən qabaq, biz şəriətin mühafizəsi altında saxlanılıb, gələcək imanın zuhur edəcəyinə qədər tutulmuşduq. Buna görə şəriət bizim mürəbbimiz olub ki, bizi Məsihə getirsin, elə ki, iman vasitəsilə salih sayılaq. Amma indi o iman gəlib və biz artıq bir mürəbbinin əli altında deyilik. Çünki siz hamınız Məsih İsa'ya olan iman vasitəsilə Tanrının oğullarısınız. Çünki Məsihdə təmid olunan bütün sizlər Məsihi geyinibsiniz. Nə Yəhudi var, nə Yunanlı, nə qul var, nə azad, nə kişi var, nə arvad. Çünki siz hamınız Məsih İsa'da birsiniz. Və əgər siz Məsihinkisiniz, o zaman siz İbrahimin nəsli və vədəyə görə varissiniz. Fəsil 4. İndi bunu deyirəm ki, madam ki varis uşaqdır, hər şeyin sahibi olsa da qulla heç fərqi yoxdur. O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və vəkillərin əli altındadır. Eləcə də biz, uşaqlar ikən dünyanın ibtidai şeylərinin altında əsir idik. Lakin zaman tamamına çatdıqda, Tanrı arvaddan doğulmuş və şəriət altında dünyaya gəlmiş öz oğlunu göndərdi ki, şəriət altında olanları satın alıb qurtarsın və biz oğulluğa nail olaq. Və oğullar olduğunuz üçün Tanrı öz oğlunun ruhunu bizim ürəklərimizə göndərib ki, nida edir, Abba, Ata. Buna görə siz artıq qul yox, oğulsunuz və əgər oğulsunuz, Tanrının vasitəsilə varissiniz də. Lakin Tanrını tanımadığınız zaman, elələrin qulu idiniz ki, təbiətən Tanrı deyirlər. Amma indiki Tanrını tanıyırsınız, ya daha doğrusu Tanrı sizi tanıyır, necə olur ki, cinə zəif və dəyərsiz ibtidai şeylərə qayıdırsınız və onların qulu olmağa can atırsınız. Günləri, ayları, mövsümləri və illəri riayət edirsiniz. Sizin üçün qorxuram ki, məbada sizə əbəs zəhmət çəkmiş olam. Sizə yalvarıram, qardaşlarım, mənim kimi olun. Çünki mən də sizin kimi olmuşam. Siz mənə heç bir haqsızlıq etməyibsiniz. Lakin bilirsiniz ki,
bədənin zəifliyi üzündən İncili ilk dəfə sizə vəz etdim. Və bədənimdə olan imtihana siz həqarətlə baxmadınız, rədd də etmədiniz. Amma məni Tanrının bir mələyi kimi qəbul etdiniz, elə bil ki, Məsih İsa'nın özünü qəbul edirsiniz. İndi o səadətinizə nə oldu? Çünki sizin haqqınızda şahadət verirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz. Məgər həqiqəti sizə dediyim üçün düşməniniz olmuşam. Onlar qeyrətlə sizi axtarırlar, lakin yaxşı niyyətlə yox, ancaq sizi ayırmaq istəyirlər ki, siz onları qeyrətlə axtarasınız. Ancaq mən yanınızda olanda yox, yaxşı niyyətlə hər zaman qeyrətli olmaq yaxşıdır. Övradlarım ki, Məsih sizdə şəkil tapana qədər təkrar doğum ağrısını çəkirəm. Arzu edirdim ki, indi yanınızda olub sözümün səsini dəyişdirəydim. Çünki sizin haqqınızda çaşıb qalmışam. Mənə deyin, sizlər ki, şəriət altında olmağı istəyirsiniz, məgər şəriətə qulaq asmırsınız. Çünki yazılıb, İbrahimin 2 oğlu var idi. Biri kəniz arvaddan və o birisi azad arvaddan doğulmuşdu. Lakin kəniz arvaddan doğulan oğul cismə görə doğuldu və azad arvaddan doğulan oğul vədəyə görə. Bu, təmsillə danışmaqdır. Çünki bu 2 arvad 2 əhdirlər. Biri Sina dağındadır. Qul olacaq uşaqlar doğur. O, Hacərdir. İndi bu Hacər, Ərəb bölgəsində olan Sina dağıdır və Orşəlimin indiki vaxtına bənzəyir. Çünki o, övladları ilə əsirlikdədir. Amma yuxarıda olan Orşəlim azaddır ki, bizim anamızdır. Çünki yazılıb, ey sonsuz doğmayan arvad, sevin. Ey doğum ağrısını çəkməyən, car çək və nida et. Çünki tərk edilmiş arvadın övladları, əryolan arvadın övladlarından çoxdur. Və siz, qardaşlar, İzhaq kimi vədənin övladlarısınız. Amma necə o zaman cismə görə doğulan, müqəddəs ruha görə doğulana əzab verirdi, indi də belədir. Lakin müqəddəs yazı nə deyir? Kəniz arvad və onun oğlunu qov, çünki kəniz arvadın oğlu, azad arvadın oğlu ilə varis olmayacaq. Buna görə, qardaşlar, biz kəniz bir arvadın yox, azad arvadın övladlarıyıq. Fəsil 5. Məsih bizi azadlıq üçün azad etdi. Bunun üçün bərk dayanın və cinə qulluğun yoğuna düşməyin. Baxın, mən Pulos, sizə deyirəm ki, əgər xətnə olunasınız, Məsih sizə heç faydalı olmaz. Xətnə olunan hər adama cinə şəhadət verirəm ki, şəriəti kamil bir şəkildə yerinə yetirməyə ilzam altındadır. Siz ki, istəyirsiniz şəriət vəsilə təbrə olunasınız, Məsihdən məhrum olubsunuz. Siz feyzdən düşübsünüz. Çünki biz salihlik ümidini müqəddəs ruha dayanaraq iman vasitəsilə gözləyirik. Çünki Məsih İsa'da nə xətnə bir şeydir, nə də xətnəsizlik. Ancaq iman ki, məhəbbət vasitəsilə əməl edir. Yaxşı qaçırdınız. Kim sizə həqiqətdən itaət etməkdə mane oldu? Bu iqna sizi dəvət edəndən deyil. Biraz maya bütün xəmiri turşudur. Mən Rəbdə sizə etimad edirəm ki, ayrı bir cür düşünməyəcəksiniz. Lakin sizi çaşdıran kim olur olsun, öz cəzasını çəkəcək. Amma qardaşlar, əgər mən hələ də xətnəliyi vəz edirəm, bəs nə üçün hələ də əzab altındayam? Elə olsaydı, çarmıxın büdrəməsi ortadan qaldırılmışdı. Kaş ki, sizi təhrik edənlər özlərini əxtə etsəydilər. Çünki qardaşlar, siz azadlığa dəvət olunubsunuz. Ancaq azadlığınızı cism üçün fürsət bilməyin.
Amma bir-birinizə məhəbbətlə qulluq edin. Çünki bütün şəriət tək bir kəlmədə yerinə yetişilir. Bunda ki, qonşunu özün kimi sev. Amma əgər bir-birinizi sancıb udasınız, ehtiyatlı olun ki, məbada bir-birinizdən tələf olasınız. Lakin deyirəm, müqəddəs ruhun vasitəsilə rəftar edin, o zaman cismin hava həvəslərini yerinə yetirməzsiniz. Çünki cismin hava həvəsləri müqəddəs ruhun ziddinədir, müqəddəs ruh da cismin ziddinə. Çünki bunlar bir-birinin ziddinədirlər. Elə ki, siz istədiyinizi edə bilməyəsiniz. Amma əgər müqəddəs ruhdan hidayət olursunuz, şəriət altında deyilsiniz. Cismin əməlləri bəllidir. Bunlar cinsi iffətsizlik, napaçlıq, səfahət, bütpərəstlik, cadugərlik, ədavət, davalar, həsəd, qəzəb, mübahisə, nifaq, təfriqələr, paxıllıq, keflilik, eyş-işrətlər və buna bənzər şeylərdir. Sizə əvvəllərdə ixtar verdiyim kimi, indi də qabaqcadan ixtar verirəm ki, bunları edənlər Tanrının padişahlığını miras almayacaqlar. Lakin ruhun səmərəsi məhəbbət, şadlıq, barış, səbr, mehribanlıq, yaxşılıq, vəfadarlıq, həlimlik və özünə hakim olmaqdır. Bu kimi şeylərin ziddinə heç şəriət yoxdur. Və onlar ki, Məsih İsa'ya aiddirlər, cismi, şəhvətlər və hava həvəsləri ilə çarmıxa çəkiblər. Əgər müqəddəs ruhla yaşayırıq, qoy müqəddəs ruhla da rəftar edək. Bir-birimizə meydan oxumayaq, bir-birimizi mübarizəyə çağırmayaq, bir-birimizə paxıllıq etməyək. Fəsil 6. Qardaşlar, əgər bir adam bir xata üstə tutulsa belə, siz ruhanilər onu həlimlik ruhu ilə islah edin və özünüzə diqqət edin ki, məbada siz özünüz də vəsvəsəyə düşəsiniz. Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin şəriətini yerinə getirin. Çünki əgər kimsə bir zat deyil ikən özünü bir zat bilsə, özünü aldadır. Qoy hər kəs öz işini imtihana çəksin, o vaxt fəxr etməyi özgə bir adamda yox, ancaq özündə olacaq. Çünki hər kəs öz yükünü daşıyacaq. Kəlamı təlim alan bütün yaxşı şeylərdə kəlamı ona təlim verəni şərik etsin. Aldanmayın, Tanrıya istehza edilməz, çünki insan nə yəksə, onu da biçəcəkdir. Çünki öz cismi üçün əkən, cismdən fəsadlıq biçəcək, amma ruh üçün əkən, ruhdan əbədi həyat biçəcəkdir. Yaxşılıq etməkdə yorulmayaq, çünki əgər sustalmasaq, vaxtında biçərik. Deməli, nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək. Görün, öz əlimlə nə böyük hərflərlə sizə yazıram. Cismdə yaxşı görünmək istəyənlər çalışırlar ki, sizi xətnə etməyə məcbur etsinlər. Bu işi ancaq ondan ötürü edirlər ki, Məsihin çarmıxı üçün əzaba düşməsinlər. Çünki hətta xətnə olunanların özləri də şəriəti riayət etmirlər. Lakin sizin xətnə olunmağınızı istəyirlər ki, sizin cisminizdə fəxr etsinlər. Amma məndən iraq olsun ki, Rəbbimiz İsa Məsihin çarmıxından başqa özgə bir şeydə fəxr edin. O çarmıxın vasitəsilə dünya mənim üçün çarmıxa çəkilib, mən də dünya üçün. Çünki nə xətnəlik, nə də xətnəsizlik bir şeydir, lakin təzə xilqət. Bu qayda ilə rəftar edənlərə və Tanrının İsrailinə barış və rəhmət olsun. Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən Rəbb İsa'nın yara nişanələrini bədənimdə daşıyıram. Qardaşlar, Rəbbimiz İsa Məsihin feyzi sizin ruhunuzla olsun. Amin.